Daha da buradan tuttu hala. Hava. Bravo, buralığa baba. Buradan yumarlana geldi. Burada 3 də aşdı. 8 neçədə barduru aşırmışdı rəhmətli. Mən ki, maşınları belə deyək də sürətin azaldaq ki, yenə də gəlib vurmasınlar da, yenə də maşınlar qəza törətməsin. TikToker İlduza Hacıyevanın təqsirli bilindiyi ölüm nəticəlerindən yol qəzasının şahidi danışıb. Videonu Amerikada yaşayan jurnalist Qənirə Ataşova paylaşaraq bunları yazıb. Senin qabağına Mərdəkanda təcili skoru çağırın. Sən gələmişəm, biraz tez gəlin. Yaralı var. Düz yanımızdan gəldi, keçdi. Sizin uşaqlardır. Yox, bizim uşaq deyil, tanımıram. Prosto düz bizim yanımızdan keçdi. Naibə, su iç. Sizə demişdim, şahidləri tapacağım. Hadisəni görən Nurlan danışır. Mərhum Amalın idarə etdiyi maşının sürəti görün hansı faciəyə səbəb olub. İnsan kimi Amalın da ağrısını, son anlarını düşünəndə ürəyin parçalanır. Allah ona rəhmət eləsin, amma bir həqiqət də var. Rəhmətlikdə sürət var idi. Maşın belə deyək də dayanmışdı burada. Maşının zapas təkəri özündən bir 30 metrə, 40 metrə gedib o tərəfdə qonşunun həyətinə düşmüşdü. Yoldaşı da elənçə, özü burada idi, yoldaşı özündən bir rahat 20 metrə o tərəfə düşmüşdü. Heç bir ailənin acısı başqa bir ananın üzərinə oğullarının yol verdiyi səhvin məsuliyyətini yükləməyə haqq vermir. Bu işdə bütün faktlar ədalətlə, obyektiv və şəffaf araşdırılmalıdır. Heç kimin faciəsi başqa bir günahsız insanın taleyini sındırmaq üçün səbəb ola bilməz. Unutmayın, xalqın iradəsi betondan deyil ki, onu da sındırasınız. Xalqın iradəsi poladdandır, yaddaşı da qan yaddaşıdır. Ədalətin üstündən keçmək mümkün olmayacaq. Siz dükkanda xanımlara su verin. Saxla, hara uçursan, saxla. Xanım çox qorxur, qışqırmıyor. Arzu, yaxşı, keçdi. Qadan olub, sakitləş, qurban olub, sakitləş. Ağlama, başqa dönüm, naibə qorxur, qorxma. Naibə qorxur, oğlu çıxacağı var, çıxdı, qorxma, qadan olub. Allah ailəsinə səbir versin onun da, Allah yaxınlarına səbir versin. Amma bir insanı da günahsız yerə, günahı olmaya, günahsız yerə o cəzanı vermək biraz ağır cəzadır da. Yayılan həmin kadrlarda blogerin hadisədən dərhal sonra mobil telefonu ilə canlı yayıma çıxdığı və təcili tibbi yardım xidmətinə müraciət etməyə çalışdığı görünür. Qeyd edək ki, qəzadan dərhal sonra İlduza Hacıyevanın hadisə yerini tərk etməsi ilə bağlı kütləvi iddialar irəli sürülmüşdü. Lakin yeni görüntülər bu məqamı yenidən gündəmə gətirib. Hava. Aşırı da buralığı da hamısı aşırı dağın elədi. Hava. Bura mənzərə dəhşət etdi. Orada zapçası elə doludur həyatım. Mən də orada o lesaları kraskalaydım. Orada iş gördüm. Saat 1'ə qalmış. Arzu xanım içkili olmayıb, Arzu xanımgil oradan qaçmayıb, uzaqlaşmayıb həmən vaxtı. Yəni dediyim kimi 20 dəqiqəyə yaxın orada olublar. Ondan sonra